Nüvə partlayışından belə sağ çıxa bilən dəmir canavar. SSR-nin elə bir yük maşını var idi ki, tanklar belə ona yol verirdi vaxtı ikən. Bir anlıq təsəvvürlə, qışın oğlan çağıdır. Qar dizdən də yox, az qala 2 metrə yaxındır. Yol zad görünmür. Adi maşın olsa getməyə belə cəhd eləməzdi. Amma uzaqdan bir səs gəlir. Qarı eşə-eşə, palçığı sıçrada, ortaya bir bədheybət çıxır. Hə, maşın yox, elə bildiyim bədheybət idi. Bunun adı Ural 375-dir. SSR vaxt elə bilirdilər ki, bu maşının insan zadı yox, hansısa dəli mühəndislə Terminator birlikdə yığıb. Çünki qardaşım, bu yük maşını nə bataqlıqdan yığdı, nə qar, nə palçıq, nə də çay. O vaxt əsgərlər zarafat edirdilər ki, Ural ilişdisə deməli dünyanın axırı gəlib. Hə valla, düzünü desəm, çox da səhv demirdilər. Bu maşın biz bildiyimiz sadə o yük maşınlarından deyildi qardaşım. İstəyirdin əsgər daşçısını daşıyırdı, istəyirdin top çəkisini çəkirdi, istəyirdin raket aparıcısını onu da edirdi. Lap istəsəydin kənddə toy karvanına qoşardın, day keçib. Tək problem o idi ki, yanacağı su kimi içirdi. Amma yalan demək, o vaxt benzindən ucuz nə var idi ki? Bu əfsanənin isə hekayəsi 1950-ci illərdə başlayır. Çayınızı, kofenizi süzüb mürəbbənizi çəkdinizsə və bir də videonu bəyənib kanalıma abunə oldunuzsa başlayaq. O vaxt SSR-də vəziyyət bir balaca qarışıq idi. Ölkə müharibədən yeni çıxmışdı. Yollar da çox bərbad gündə idi. Ordunun isə elə bir texnikaya ehtiyacı vardı ki, dünyanın axırı gəlsə belə işləsin. Və bu anda səhnəmizə Miyas şəhərindəki Ural avtomobil zavodu çıxır. Bu zavod illərlə məşhur ZIS-5 yük maşınlarını istehsal etmişdi. İkinci Dünya müharibəsində o maşınların əsgərlərlə birlikdə cəbhədə çox xatirəsi vardı. O vaxt Sovet əsgərləri üçün çörək nə anlama gəlirdisə, ZIS də elə o anlama gəlirdi. Amma ki, reallığa baxsaq, zaman dəyişirdi. Köhnə maşın və texnikalar artıq ordunun tələblərinə necə desək cavab vermirdi. SSR rəhbərləri də istəyirdi ki, elə bir maşın yaradılsın ki, qarı keçsin, nə bilim, bataqlığı keçsin, çay keçsin, partlayış desən yenə getsin. Qısası maşın yox, dəmir bir canavar lazım idi onlara. Amma ən maraqlısı bilsən nə oldu? Bu layihə başlayanda SSR-nin iki nəhəng zavodu bir-birinə girdi. Zil deyirdi ki, bu işi bizdən yaxşı görən yoxdur. O biri isə Ural zavodu idi. Onlar da deyirdilər ki, kənara çəkilin, əsl hərbi maşın necə olar, indi göstərəcəyik sizə. Beləcə mühəndislər arasında mükəmməl bir gizli savaş başladı. Elə bir futbol derbisi idi. Bir tərəfdə Moskva komandası, bir tərəfdə Ural dağlarının adamları. Və gün gəldiyi vədə yetişdi. İlk prototipi sınaqdan çıxardılar. Hə, indi diqqətlə qulaq asın. Hərbi rəhbərlik bu texnikanın qarşısına elə bir tapşırıq qoymuşdu ki, normal adam bunu eşitsəydi deyərdi ki, qardaşım siz manyaksınız. Onlar demək belə istərdilər. Maşın dərin su maneəsini keçsin. Həm də elə belə yox ha. Demək olar ki, yarısı suyun altında qala-qala. Hə, sınaq başlayır. Hamı nəfəsini saxlayıb bu anı diqqətlə baxır. Maşın suya girir. Biraz keçir, sonra daha dərinə gedir. Mühərrik nərə çəkir və birdən maşın sudan çıxır. Hamı demək olar ki, şok olur. Məhz o sınaqdan sonra SSR-də amfibiya yük maşını ideyası daha ciddi inkişaf etdirilməyə başladı. Amma sizə desəm ki, Ural 375-in ən dəhşətli tərəfi başqa idi, nə deyərsiniz? Bu maşın nüvə müharibəsi üçün hazırlanmışdı. Bəli, səhv eşitmədim. SSR düşünürdü ki, əgər sabah dünya dağılsa, yollar partlasa, şəhərlər yansa belə ordunun texnikası işləməlidir. Ona görə Uralı elə yığmışdılar ki, ən ağır şəraitdə belə hərəkət edə bilsin. İndi təsəvvürlə də qar, palçıq, partlayış, çay, meşə və ortada bir Sovet canavarı. Bu sadəcə yük maşını deyildi. Bu SSR-nin təkərlər üstündə gedən tankı idi. İndi isə biraz lap əvvələ gedək, 1941-ci illərə. Moskva artıq qorxu içində idi. Alman ordusu şəhərə yaxınlaşırdı. SSR rəhbərliyi başa düşürdü ki, əgər zavodlar düşmənin əlinə keçsə, işləri bitib. Və həmin an Josef Stalin rəhbərlik etdiyi Dövlət Müdafiə Komitəsi çox sərt bir qərar verdi. Zavodları sökün, nəyimiz varsa qatarlara yığın, hamısını köçürün. O vaxt Sovetlər Birliyi elə zavodları daşıyırdı ki, adam baxanda elə bilərdi ev köçürürlər. Dəzgahlar, motorlar, fəhlələr, mühəndislər hamısı gecə-gündüz vaqonlara doldurulurdu. Ən vacib müəssisələrdən biri də Stalin avtomobil zavodu idi. Bu zavodun avadanlıqları iki şəhərə bölündü. Ulyanovsk və Miyaz şəhərləri. Demək, Ulyanovskda məşhur ZIS-5 yük maşınlarını yığırdılar. Amma əsas maraqlı hadisələr Miyazda baş verirdi. Çünki orada normal zavod belə yox idi demək olar ki. Əslində həmin bina əvvəlcə bomba və sursat istehsalı üçün tikilmişdi. Amma müharibənin içində Sovet hökuməti qərar verdi ki,
boş ver bombanı, əvvəlcə maşın düzəldək. Beləcə yarımçıq zavodun içində mühərrik və sürət qutularının istehsalına başladılar. 1944-cü ildə isə vəziyyət bir balaca dəyişdi. Dövlət Müdafiə Komitəsi zavodunun adını dəyişib Stalin adına Miyas avtomobil zavodu qoydu və əmr verildi ki, burada ZIS-5 istehsal olunacaq. Beləcə zavod işləməyə başladı. ZIS-5 o vaxt SSR-də bir əfsanə sayılırdı. Əsgərlər arasında ona Zahar adı verilmişdi. Bu maşın elə möhkəm idi ki, sürücülər zarafatla deyirdi ki, motor xarab olar, amma Zahar yenə gedər. Amma illər keçdikcə problemlər ortaya çıxmağa başladı. 1950-ci ilin ortalarında Miyas zavodundakı mühəndislər başa düşdülər ki, Zahar əmi artıq yaşlanıb. Nə qədər modernləşdirilsə də maşın yenə də köhnə qalırdı. Bəli, Ural ZIS 355M modeli vəziyyəti biraz düzəltdi. Amma bu sadəcə vaxt qazanmaq kimi bir şey idi. SSR ordusunun isə daha böyük planları vardı. Soyuq müharibə başlayırdı və ordu tam ötürücülü, güclü və hər yerə girib çıxan yeni maşın istəyirdi. Bu tip maşınlar artilleriya çəkməli, ağır texnika daşımalı və müxtəlif hərbi avadanlıqlar üçün baza rolunu oynamalı idi. Amma ortada bir balaca problem var idi. SSR-də belə bir maşın yox idi. Əvvəlcə plan belə idi ki, bu layihəni Moskvadakı ZIL zavodu hazırlasın. Hətta ZIL 157 modelinin istehsalını başqa zavoda köçürməyi düşünürdülər. Amma sonra Avtomobil Sənayesi Nazirliyi işə qarışıb deyir ki, ay qardaş, bu qədər zavodu ora-bura daşımaqla pul da batacaq, vaxt da. Və ən vacib qərar verildi. Yeni yük maşını sıfırdan Miyasda hazırlanacaqdı. Və baxın, məhz həmin qərardan sonra SSR tarixinin ən məşhur hərbi yük maşınlarından birinin yaranmasına səbəb olundu. 1957-ci ilin may ayı Miyas zavodunda vəziyyət tamamilə qarışmışdı. Moskva tərəfdən xüsusi qonaqlar gəlirdi. Amma bunlar adi adam deyildi ha. Bunlar SSR-nin ən dəli mühəndisləri idi. Nami institutundan düz 18 mühəndis vaqondan düşüb birbaşa zavoda gəldi. Özləri ilə də tonlarla sənət və qəribə görünüşlü bir maşın gətirmişdilər. Adı Nami 021 idi o maşının. O vaxt heç kim bilmirdi ki, bu qəribə prototip gələcək SSR-nin ən qorxulu hərbi yük maşınlarının birinin atası olacaq. Maşına baxan hərbiçilərin çoxu dedi ki, bu nədir belə oyuncaq deyəsən. Çünki maşın hələ tam hazır deyildi. Konstruksiya xam idi, problemlər çox idi və ən əsası orada bu heç bəyənilmirdi. Elə həmin andan zavodda gecə-gündüz işə başlanıldı. Namidən gələn 18 mühəndisə Miyas zavodundan da 18 nəfər qoşuldu. Bir tərəfdə Moskva mühəndisləri, o biri tərəfdə də Ural ustaları və başladılar maşını söküb yığmağa. Əvvəlcə oxu dəyişdilər, çünki əvvəlki sistem arxa oxlarla uyğun gəlmirdi. Sonra sükanı yenidən düzəltdilər. Kardan valını dəyişdilər, arxaya lebyotka taxdılar. Qısası maşını ilə yığdılar ki, sanki tank hazırlayırlar. Amma ən dəhşətli tələb sonradan gəldi. Hərbçilər dedilər ki, bu maşın elə olmalıdır ki, 2 metrə yaxın dərinlikdən suda keçə bilsin. İndi gəl bir dəqiqə düşünək. 2 metrə yaxın dərinlik nə deməkdir? Demək olar sürücünün boynuna çatırdı. Yəni sürücü qazı verib gedir, amma içəridə vəziyyət elədir ki, az qalırsan balıq tutasan. Ona görə mühəndislər mühərriki və bütün vacib hissələri tam hermetik etdilər. Su girsəydi maşın elə yerindəcə rəhmətə gedəcəkdi. Bununla da iş bitmədi. Təkərlərə xüsusi daxili hava sistemi quraşdırdılar. Sürücü maşından düşmədən təkərin havasını azaldıb artıra bilirdi. O vaxt üçün bu texnologiya kosmosa uçmaq kimi bir şey idi. Amma zavoddakı ən böyük qırğın başqa mövzu idi, maşının görünüşündə. Moskvadan gələn mühəndislər istərdi ki, maşının kuzovu yumru olsun, adi mülki maşınlar kimi. Miyasdakılar isə dedi ki, ay qardaş, hərbi maşının bəzək üçün deyil. Onlar düz qanadlı dizayn təklif etdilər. Bu ideyanı da məşhur Amerika Studebaker US-6 maşınından götürmüşdülər və düzünü desək ağıllı fikir idi. Çünki düz qanadın üstünə çıxmaq olurdu, hətta uzanmaq da. Mühərrik xarab olanda sürücü kapotu açırdı, qanadın üstünə uzanırdı, alətləri yanına qoyurdu və başlayırdı təmirə. Elə bil kənddə Jiguli düzəldirlər. Düz yalan olmasın, 3 ay yarım gecə-gündüz işlədilər. Düzlükləri çay soyuyurdu, mühəndislərin gözünün altı qapqara qaralırdı. Amma hamı fərqində idi ki, burada bir tarix yazılır. Və nəhayət 1958-ci ilin avqustunda iki prototip hazır oldu. Adı da maşının özü qədər uzun idi. Ural ZIS Nami 375. İlk iki maşını 1958-ci ilin noyabrında rəsmi şəkildə göstərdilər. Hamı heyrətlə baxırdı, amma problem yenə vardı. Sınaqlarda məlum oldu ki, maşın hələ tam ideal deyil. Ən böyük problem isə kabinədə idi. İlk modellərdə tam metal kabinə vardı və o kabinə ZIL 130 modelindən götürülmüşdü. Amma ordudakılar bunu heç bəyənmədi. Çünki həmin dövrdə SSR nüvə müharibəsinə hazırlaşırdı və hərbiçilər belə düşünürdü ki, sabah atom bombası düşsə bu maşını harda gizlədə biləcəyik. Ona görə qərar verdilər ki, kabinə
təxminən qatlanan olsun və üstü brezentlə bağlansın. Beləliklə maşının hündürlüyü azalırdı və onu xəndəyə gizlətmək daha asan olurdu. Həqiqətən də SSR mühəndisliyi tamam ayrı səviyyədə idi və nəhayət 1959-cu il yeni eksperimental maşın hazır oldu. Ural 375. Bu dəfə maşının kabinəsi tam fərqli idi. Üstü brezent idi, ön şüşəsi qatlanırdı, yan şüşələri çıxırdı. İstəsən maşını yük maşını kimi sür, istəsən yayda kənddə piknik maşını ilə 3 prototip hazırlandı. İkisi brezent kabinəli idi, biri isə tam metal. Ümumilikdə 30 ildən çox müddət ərzində Mias zavodunda təxminən 110.000 ədəd Ural 375 yük maşını çıxmışdı. Bu modelin istehsalı başa çatdıqdan sonra zavodun model sıralarında yalnız dizel mühərrikli Ural 4320 qaldı. 2015-ci ildə isə modernləşdirilmiş Ural Next modeli təqdim edildi. Bu model Gazon Next kabinəsi və 312 at gücünə malik 408 kub həcmli 6 silindrli YMZ 536 mühərriki ilə təchiz edilmişdi. Ural Next yalnız mülki bazar üçün istehsal olunurdu. Ural 4320 dizel modeli isə bu günə qədər orduda xidmətini davam etdirir və onun istehsal sayı artıq demək olar ki 1 milyonu keçib. Və sonda əgər bu tip mövzularda videoların davamlı gəlməyini istəyirsinizsə videonu bəyənib kanalıma abunə olmağı unutmayın. Bəs növbəti video hansı maşına və ya texnikaya aid gəlsin? Şərhlərdə yazın.